biz təkcə özümüz üçün yaşamırıq da. Məsələn, balaca uşaqlarımız var. Məsələn, bu Avropada, sivil ölkələrdə adam, məsələn, bizim övlada da münasibət, bayaq dedim ya, bayrağa münasibətimiz, emosiyalar üzərində. Məsələn, övlada da münasibətimiz emosiyalar üzərində qurulur da. Məsələn, hansısa bir sivil bir ölkədə uşaq artıq dövlətindir. Ata, ana, nə bilim, bir ata-ana ayrılanda o uşaq, nə bilim, bir tərəfi yoxdur. O anasız nətər, nə bilim, atasız nətər. Dövlət ona, ata-ana istəsə heç o uşağa bir dırnağı ilə də toxuna bilməz. Onun sahibi dövlətdir, onu qoruyur, onun böyüməsi üçün, yaşaması üçün hər şey eləyir. Ona görə də sən gözüm övlada görə arxada qalmır ki, mən olmaram, övladım nətər olar falan. Bizdə amma ona görə də övlada münasibət emosiyalar üzərində qurulur. Uşağımıza dəhşətli bir bağlılığımız var. Nə bilim, mən oğlumu o qədər çox sevirəm, bir də görürsən dəli kimi belə dururəm. Təsəvvür edirəm ki, qaranlıq şaxta var, nə bilim, dəhşətli qış gecəsidir. Uşaqlarım da qalıb çöldə, əyinləri də lütdür. Mən də gözümü yumuram ki, onları xilas eləyirəm. Birdən, nə bilim, belə sevgimdən gedib hara çıxmışam. Sonra deyirəm, başım xarabdır səni. Bax, bu emosional duyğular, hisslər var. İndi o balaca vaxtı uşaq olanda mən çox bu şeyləri yaşayırdım. Bunun hamısı, bu hissləri, bu duyğuları tərbiyələndirmək lazımdır. Yəni, bu belə bir xüsusi bir həssaslığını daha da dərinləşdirməyə ehtiyac yoxdur. Yəni, ehtiyac yox deyəndə, yəni həyat çətin olurdu, onda həyat sənin üçün. Bütün ayrılıqları çox ağır yaşayırsan, nə bilim, ölümləri çox ağır qarşılayırsan. İndi məsələn mən, insan arzuları bitib tükənmək bilmir. Yəni gör, mən həmişə heç vaxt böyük arzular eləməmişim. Çünki yəni böyük arzularım olmuyor. Çünki bu arzunu qoyursan, sonra da yəni salırsan ürəyinə arzunu. Sonra çata bilmirsən o arzuya və həyatın da zəhərə dönür. Nə arzuya çata bilirsən, nə yaşaya bilirsən. Bir də görsən arzu ürəyindən çıxıb gedib başqasının ürəyində həyata keçir. Arzu səndən küsür. Deyir, sən nə adamsan, bu nə ürəkdir, bu nə də. Gedib başqa adamın ürəyində həyata keçir. O, baxırsan ki, o adama da baxırsan ki, o mənim arzum idi, getdi orada həyata keçdi. Ona görə də mən balaca arzularla yaşayıram. Məsələn, balaca bir kitab avtobusum olsun. Ona Farm Elmlər Akademiyasının qabağındakı parka qoyum, orada kitab satım. Avtobusumun motoru yoxdur. İndi deyirəm, avtobusumun bir motoru olsun. Onu sürüm, rayonlara gedə bilim. Adam kəndlərə gedə bilim, orada kitablar satım. Nə belə? Belə balaca mini arzular tutursan, sonra da yaşayırsan ondan. Məsələn, uşaqlarımı da yəni belə tərbiyə edirəm. Deyirəm ki, böyük arzularınız olmasın. O kimsə deyib nə vaxtsa general olmaq istəməyən əskər, nə bilim, əskər ola bilməz, nəsə elə bir söz. Bunu kim deyib bilmirəm. Elə şey olar, hamı general olmalıdır. Mən məsələn, mənim vaxtdan sonra ömrüm məsəl üçün bir hissəsini gedirsən, təbiət qoynunda bölürsən, orada düzə saxlayırsan, qoyun quzu saxlayırsan. Bir hissəsini nə bilim gəlirsən, dənizin qırağında yaşayırsan, balaca bir çadırdan orada bir koma tikirsən. Belə bir macəra, maraqlı, adamın imkanı ola, pulu ola, gezəsən, dünyanı gəzirsən, maraqlı yerlər. Ömür
yuvarlaq götəndə bilən 65 il ömrümüz varsa, onu bölürsən hər hissəsini. Məsələn, mən heç vaxt istəmirəm mənim evim olsun. Ben bir dənə ömrüm var. O bir dənə ömrü hamısı niyə o evdə keçsin də, yəni niyə mən belə düşünürəm, belə baxıram. Məsələn, adam normal bir stabil bir gəliri olar, məsələn, daha çox kiraya qalasan. Məsələn, 3 ay o evdə, 5 ay bu evdə. Belə nə adam nə qədər eyni qapını açıb içəri girər, adam nə qədər eyni pəncərədən baxar. Amma geçsən biraz qalırsan, nəsən, 3 ay qalırsan bir şəhərin bir yerində kiraya, 3 ay bir rayonda, 3 ay bir... Bax, belə bir düşüncədə olan adamam da mən. Biz hamımız bütün... Bir dəfə müsahibəmdə demişdim, Azərbaycanda, yəni Azərbaycanlının 65-70 il ömrü var, onda 40 ilini evin plana düşməyini gözləyir. O ömür boyu oturur evində var, belə bir dənə bir evi var, oturur ki, deyirlər yenə gəlir, plan gəlir yavaş-yavaş. Orada da bina tikirlər. Ondan sonra bura ta bu nədir? Bu nə ağrıdır? Bu nə əzabdır? Belə ömür olar. Bu bir də gəlməyəsin bu dünya. Bu cəhənnəm olsun bunun plana düşməkdə. Cəhənnəm olsun bunun o planın o nə bilim verdiysə kvadrat 2005-də o da